Salamlar hər kəsə. Bugün sizinlə sinif 8, bölmə 5-ə bərabər baxaq. Bölmə 5 yanma reaksiyalardır. Bir də bunu qeyd edim ki, baxın, bu mövzulara aid suallar kiçik summativ qiymətləndirmə 5-ə düşə bilər. Ona görə dediklərimi dəftərinizə qeyd edin. İndi isə başlayaq. Bildiyimiz kimi reaksiyalardır uşaqlar. Reaksiyalarda nə var? Reaksiyada reaksiyaya daxil olan maddələr var. Bir də reaksiyadan alınan maddələr var. Məsələn, X yazırıq, Y. Baxın, bunlar reaksiyaya daxil olan maddələrdir. Yazıram Z plus T. Bunlar da reaksiya məhsullarıdır. Reaksiyadan əmələ gələn maddələrdir. Deməli, X, Y reaksiyaya daxil olan maddələr. Yanma reaksiyalarında reaksiyaya daxil olan maddələrdən biri məlumdur. Məsələn, bunlardan biri nədir? Oksigendir. Yanma reaksiyalarından həmişə biri reaksiyaya daxil olan maddələrdən birini olasıdır. Oksigen olasıdır. Reaksiyaya daxil olan maddələrdən digəri isə yanan maddə. Yanan maddə yanacaq olasıdır. Yanacaq adlanasıdır. Digəri isə Z-lə T isə reaksiyadan alınan maddələr. Reaksiya məhsulları adlanasıdır. İndi metanın yanma reaksiyasına baxaq. Metan, karbon H4, oksigendə yanır və reaksiya məhsulları karbon qazı əmələ gəlir, H2O əmələ gəlir. Bildiyimiz kimi yanma reaksiyaları uşaqlar eksotermik reaksiyalardır. Eksotermik reaksiyalar yəni istiliyin ayrılmasıdır. Deməli, indi ümumiləşdirək. Deməli, yanma reaksiyalarında həmişə nədir? Reaksiya daxil olanlardan biri oksigendir. Digəri isə yanma reaksiyalarında həmişə istiliyin ayrılması ilə reaksiyalar başa çatır. Deməli, yanma reaksiyalarında istilik ayrılır. Yanma üçün 3 şərtin olması vacibdir. Yanan maddə lazımdır bizə. Hansı ki, bu da metan qazıdır. Oksigen lazımdır, bir də istilik lazımdır. Bu üçü olduğu zaman yanma reaksiyaları baş verir. Buna yanma üçbucağı da deyiləsidir. Baxın, yanma üçbucağına oksigen var, yanacaq maddə var, yanan maddə var, bir də istilik var. Bəzi maddələr istiliyin olması vacib olduğu kimi, bəzi maddələrə isə hətta istiliyin ona yaxınlaşdırılması lazımdır ki, yanması baş versin. Məsələn, kağızın yanmasıdır ki, biz onun istiliyin olması vacib deyil. Birbaşa ona yaxınlaşdırmaq lazımdır ki, istilik baş versin. Məsələn, otaqla dolu olan metan qazıdır, karbon H4'dür. O otaqla doludur. Ancaq bu tamamilə otaq metan qazından dolu olduğu zaman yanma baş vermir. Gərək nə lazımdır? Biz kibritlə yandırmalıyıq ki, yanma baş versin. Deməli, bəzi reaksiyaların baş verməsi üçün nə lazımdır? İstilikdən əlavə onu yaxınlaşdırmaq, onunla birbaşa təmas etməsi, istiliklə, alovla təmas etməsi lazımdır ki, reaksiyada baş versin. Baxın, əgər bu yanma üçbucağından hər hansı biri olmadığı zaman, oksigendir, istilikdir, yanacaq olmadığı zaman yanma reaksiyası baş vermir. Məsələn, biz bu yanmanı necə dayandıra bilərik? Məsələn, əgər yanan maddə dəm qazıdırsa, təbii qaz sızmasıdırsa, deməli, yanacaq nədir? Qazdır. Məsələn, metan qazıdır. Biz bu qazı, sızmanı aradan qaldırsaq, sızmanı dayandırsaq, yanmanı dayandırmış olasıyıq. Deməli, yanma üçbucağından yanacağı kənarlaşdırmış olasıyıq. Və yaxud yanğının üzərinə su töksək. Bu zaman isə yanan maddə soyuyasıdır. Soğuduğu üçün isə soğuma prosesi baş verdiyi üçün burada yanma üçbucağından istilik çıxarılasıdır və yanma dayandırılasıdır. Deməli, burada isə su töküldüyü zaman istilik üçbucaqdan çıxarılır. Əgər yanğını söndürmək üçün karbon qazı doldurulmuş balonlardan istifadə etdiyimiz zaman yenə material soğudulur, yəni soğuduğu üçün oksigenlə təması aradan qaldırılır. Deməli, burada yenə oksigen yanma üçbucağından burada isə oksigen çıxarılmış olur. Oksigen çıxarılmış olasıdır. Digərinə baxaq. Digərində isə yanan maddənin üzərinə bir oda davamlı materialdan istifadə edilir. Burada isə nə aradan qaldırılmış olasıdır? Oksigenlə təması aradan qaldırılmış olasıdır. Yəni, yanma üçbucağından oksigen çıxarılmış olasıdır.
yanan maddənin üzərinə o da davamlı material əlavə üstünə saldığımız zaman. Çünki orada oksigen qazı qalmır, yanma da başa çatır. Yanma prosesi olmur. Yanma reaksiyalarını bir də harda rast gələ bilərik? Elə insanlarda, heyvanların da orqanizmində enerjinin yanmasını misal göstərmək olar. Enerji yanan zaman qlükoz və oksigenlə reaksiyaya daxil olur və karbon qazı və su əmələ gəlir və bir də istilik əmələ gəlir. Bu da yanma reaksiyasına aiddir. Həm də istiliyin əmələ gəlməsi də yanma reaksiyası olduğunu göstərir. Bəzi reaksiyalar var ki, oksigenlə reaksiyaya daxil olur, ancaq özü yanma reaksiyası deyil. Məsələn, azotun oksigenlə reaksiyası. Azotun oksigenlə reaksiyası endotermik reaksiyadır. Endotermik reaksiya adlanasıdır. Bu, yanma reaksiyası adlanmır. Bu, azotun oksigenlə reaksiyası adlanır. Niyə görə endotermik reaksiyada ona baxaq. Azot plus O2 əmələ gəlir. 2NO. Baxın uşaqlar, burada yazırıq, endotermik reaksiya yazırıq. Baxın, kimyəvi rabitə dərsində bilirik ki, azotda 3 qat rabitə var, oksigende isə 2 qat rabitə var. Düz deyil, oksigen isə 2 qat rabitə var. Reaksiyanın baş verməsi üçün bu rabitələrin qırılması vacibdir. Bu rabitələr qırıldığı zaman reaksiya baş verir. İndi bu azot və oksigen reaksiya daxil olması üçün istiliyi udmalıdır ki, bu rabitələr qırılsın ki, reaksiyaya daxil olsun. Ona görə bu azotun reaksiyası eksotermik reaksiya deyil, endotermik reaksiyadır. Bunu qeyd edin. Bu həmişə suallara düşəsiz, həmişə qabağınıza çıxası suallardan biridir və bunu qeydinizə aparın ki, bu endotermik reaksiyadır və rabitələrin qırılmasına görə endotermik reaksiya istiliyin udulması ilə gedir. Bu yanma reaksiyaların bizə başqa bir əhəmiyyətli cəhəti budur ki, yeni kəşf olunan birləşmələr var ki, onun tərkibində hansı elementlərin olduğu məlum deyil. Baxın, bu həmin birləşmələri yandıraraq reaksiya məhsullarına baxılır. Reaksiya məhsullarına görə hər hansı bir elementin və yaxud da hər hansı bir birləşmənin tərkibinə daxil olan elementlər müəyyən olunur. Baxın, məsələn, yanma məhsula görə baxırıq. Əgər yanma məhsulumuz karbon qazıdırsa, deməli, yanan maddə nə ola bilər? Yanan maddəmiz karbon ola bilər. Oksigende yanan maddə karbon ola bilər. Əgər yanma məhsulumuz karbon monoksiddirsə, yanan maddəmiz karbon ola bilər. Əgər yanma məhsulumuz CO2-dirsə, kükürt dioksiddirsə, deməli, yanan maddəmiz, oksigende yanan maddəmiz kükürt ola bilər.